Bismillahirrahmanirrahim. Qədir gecəsi ruh və mələklərin Allahın əmri ilə onun yer üzərindəki xəlifəsinin yanına indiyi gün olduğu üçün bu gecə həm də İmam Zaman Əccallahu Fərəcəhü Şərifə aid olan bir gecədir. Bu gecələrdə zamanə imamımızı Əccallahu Fərəcəhü Şərifi ziyarət etməyi unutmayaq. Onun əleyhisselamın əsas ziyarətnamələrindən biri də Ali Yasin ziyarətnaməsidir. İnşallah bu gecə Qədir gecəsidir. Qədir gecəsində Ali Yasin ziyarətnaməsini oxumaq ümidi ilə deyib verilişimizə başlayırıq. Salam, hər vaxtınız xeyir və bərəkət dolu olsun. İslami Dəyərlər verilişinin izləyiciləri, Qədir gecəsi, bərəkət dolu, günahların bağışlandığı bir gecə sizlərlə görüşə gəldik. Gəldi ki, bu gecənin gözəlliklərindən danışaq. Mövzumuzu müzakirə etmək üçün studiyamızın qonağı Hikmət Tədris Mərkəzinin müəlliməsi Jalə xanım Rəsulovadır. Xoş gördük Jalə xanım. Xoş gördük Füsuha xanım. Mən də sizi salamlayıram. Mən bizi izləyən əziz tamaşaçılarımızı salamlayıram. Və bu gözəl gecədə məni dəvət etdiyiniz üçün sizə dərin minnətdarlığımı bildirirəm. Və bu gecəni Allahdan arzu edirəm ki, bu gecənin bərəkətini lazımi şəkildə faydalanmaq, maksimum faydalanmağı bizə nəsib etsin və bu gecənin dərk eləməyi, düzgün şəkildə dərk eləməyi bizə nəsib etsin. İnşallah deyib başlayalım verilişimizə. İnşallah ki, Jalə xanım, mövzumuzu elan etdiyi Qədir gecəsidir. Qədir gecəsinin hər il xətiblər, alimlər, müəyyən mövzulara toxunaraq Qədir gecəsini qəlbimizdə bir məqamda ucaldırlar. Daha geniş bu haqda məlumatlar bizə verirlər. Bəli, biz də vurguladıq ki, Qədir gecəsi ziyarət-i Ali Yasin'i oxuyun ki, o da İmam Zaman ağanın duasıdır. İlk olaraq amma biz əməllərdən öncə diqqət edək, görək ki, bu Qədir gecəsi necə bir gecədir? Bu Qədir gecəsi ümumiyyətlə tarixdən sıradan bir gündür, yoxsa elə varlıq aləmində bir yeri vardır. Ümumiyyətlə Qədir gecəsi niyyəti ilə desək də, Qədir gecəsi haqqında sual versək, o zaman belə sual verir. Qədir gecəsi necə bir gecədir? Buyurun, sizə eşidirik. Çox önəmli, mühüm bir sualdır. Qədir gecəsi əsasən iki cəhətdən əlamətdar gecədir, iki cəhətdən əzəmətli gecədir. Birinci cəhəti budur ki, bu gecə Quran nazil olub. Allahın yer üzünə bəşəriyyətin hidayət üçün, bəşəriyyətin hidayət konsepsiyası nazil olub yer üzərinə. Və digər cəhətdən isə insanlığın ilahi təqdir gecəsidir, insanlığın müqəddaratının həll olduğu bir gecədir. Əvvəla onu qeyd edeyim ki, bu gecə Quran nazil olmağı cəhətindən bildiyimiz kimi Quran iki dəfə nazil olub. Bir dəfə Peyğəmbərin mübarək qəlbinə Qədir gecəsində, Ramazan ayının Qədir gecəsində bütöv şəkildə nazil olub. Bir dəfə isə 23 il ərzində bildiyimiz kimi tədricən nazil olub. Bu gecə, Qədir gecəsində bütöv şəkildə Peyğəmbərin qəlbinə Quran nazil olub. Qədir surəsində də Allah bu haqda Allah Teala buyurur ki, Bismillahirrahmanirrahim. İnna anzalnahu fi leylatil qadr və ma adraka ma leylatil qadr. Biz Quranı Qədir gecəsi nazil etdik. Sən nə bilirsən ki, nədir Qədir gecəsi? Burada Allah bu gecənin əzəmətini bizə anlatmaq üçün, bizə belə deyək, vurğulamaq üçün burada bir sualla xitab eləyir ki, sən nə bilirsən ki, Qədir gecəsi nədir? Əslində burada Allah demək, bunun nə qədər mühüm olduğunu vurğulamaq üçün bu cür xitab eləyir ki, hardan bilirsiniz? Əslində burada bu insanlığa verilmiş bir sualdır ki, yəni insanlıq bunu sanki qəflətdən oyansın, bunun nə qədər mühüm bir gecə olduğunu dərk eləsin ki, bu gecə həqiqətən də çox əzəmətli bir gecədir. Və sonrasında isə Allah Teala buyurur ki, Leylatul Qadr xayrun min əlfi şəhr. Sanki öz verdiyi sualı cavab verərək deyir ki, bu gecə 1000 aydan daha xeyirlidir, daha üstün bir gecədir. Və bununla da biz anlayırıq ki, Allah bizə ki, deyir, sən hardan bilirsən Qədir gecəsi nədir? Cavabından biz başa düşürük ki, həqiqətən də bizim anlaya biləcəyimiz bir gecə deyil. Çünki cavabında deyir, 1000 aydan daha xeyirlidir. Yəni, insan təsəvvürü bunu anlaya bilməz ki, 1000 aydan daha xeyirli nə deməkdir? Yəni, insan düşünün ki, bir gecədir ki, insan bu gecə 1000 ayın
təkamülünü edə bilər. 1000 ay təqribən 83 il edir, 83 ilə bərabərdir. Yəni insan bir gecədə 83 illik gedə biləcəyi təkamül yolunu bir gecədə gedə bilər. Və bu da göstərir ki, həqiqətən bu gecə çox əzəmətli bir gecədir. Bu gecə siz sualda dediniz ki, bu gecənin həqiqət aləmində bir yeri varmı? Bəli, görürük ki, bu gecə deməli həqiqət aləmində çox mühüm bir gecədir. Yəni düşünün ki, sıradan bir gün, günlər, adi bir günlər, yəni bir ibadətin bir savabı varsa, bu gecədə bir insanın elədiyi ibadət 83 ilə bərabərdir. Deməli, biz anlayırıq ki, bu gecə həqiqət aləmində öz ontoloji bir yeri var, bir həqiqəti var bu gecədə. Sıradan bir gecə deyil, çox əzəmətli bir gecədir bu gecə. Bəli. Vurğulayırsınız ki, əzəmətli bir gecədir və əsas da o hissəsi insana daha çox təsir ki, insanın 83 il ərzində qət edəcəyi bir zamanlamada olan ibadəti Allah Taala insana bir gecədə qərar verib ki, et və sən bu qədər savab dolu gecəyə nail olarsan. Siz vurğuladınız ki, əlamətdar bir gündür. Məxsusən də burada əsas cəhətlərdən birini də vurğuladınız ki, Allah Taala buyurub ki, o gecəni ibadət dolu keçirir. Bəli, üzr istəyirəm, bu barədə Peyğəmbərdən hədisdə də var ki, Peyğəmbər sallallahu buyurur ki, sahabələrlə Peyğəmbər sallallahu oturub danışarkən, sahabələr Peyğəmbər keçmiş ümmətlərin hekayələrindən danışarkən, onların nə qədər uzun ömürlü olmaqlarından söhbət düşdüyü zaman, sahabələr sanki biraz narahat olurlar. Peyğəmbərdə buyururlar ki, ya Rəsulullah, onlar bu qədər uzun yaşayıblar və bu qədər uzun yaşamaq demək ki, daha çox savab ələ gətirmək, daha çox ibadət eləməkdir, Allaha daha çox yaxınlaşmaq deməkdir və bununla da Allahın belə deyək, ilahi nemətləri daha çox ələ gətirmək deməkdir. Sanki bunlar narahat olurlar ki, bizim ömrümüz o qədər deyil ki, biz onlar qədər savab əldə edək, onlar qədər ibadət edək. Bu zaman Peyğəmbər sallallahu buyurur ki, Allah deyir, sizə bir gecə verib ki, o 1000 aydan üstündür. O gecəni əgər dərk etsəniz, 83 ilin ibadətinə, təkamülünə bərabərdir ki, insan 83 illik gedə biləcəyi yolu, kamalı bir gecədə insan gedə bilər və bundan da Allah Peyğəmbər sallallahu sahabələrə anlatmağa çalışır ki, yəni sizin yəni onlardan daha öndəsiniz, daha üstün bir gecəniz var və düşünün ki, insan həyatında bu gecə bir gecə deyil. İnsan məsəl üçün 50 il yaşasa, bu 50 dənə 83 il deməkdir və daha artıq yaşasa, bu çox mühümdür. Həqiqətən də insan diqqət etsə və biz hər zaman da deyirik ki, bəzən olur ki, studiyamızda qonaqlarımızdan danışdıqdan sonra, veriliş bitdikdən sonra elə həmin nüanslara bir daha toxunanda tək bir şey deyil ki, Allah Taala insana o qədər güc və qüvvət versin ki, geriyə dönüb baxmaqda çox çətinlik çəkməyək. Yəni nə? Yəni ki, deməyək ki, sonra ki, məsələn, niyə mən Qədir gecəsində bihudə verdim, niyə mən az ibadət elədim, axı mən bunu daha çox edə bilərdim. İnşallah ki, bu haqda daha geniş danışarsınız və Allah Taala sizin elminizə də bərəkət versin ki, bu gecə izləyicilərimiz həqiqətən də Qədir gecəsini bir başqa dərk etsinlər və bir başqa bağlansınlar. Siz orada vurguladığınız iki cəhətdən də biri də odur ki, niyə məhz Qədir gecəsinə təqdir gecəsi deyilir? Biz birinci dedik ki, bu sıradan bir gün deyil. Bu deməli ilahi bir gündür. Əgər ilahi bir günsə, əgər bu gecə məxsusən niyə bəzi alimlər də deyirlər ki, təqdir gecəsidir. Bəli. Bu gecənin təqdir gecəsi olmağı elə Peyğəmbərdən, imamlarımızdan gəlir ki, bəli, bu gecə insanın, hətta Quranda da ayə var ki, insanın müqəddəratı bu gecə həll olunur. Ayə deyir ki, mələklər və ruh yerə enər müəyyən bir işlər üçün. Bəli, bu gecə yəni insanın bir illik müqəddəratı həll olunur, təqdir gecəsi. Ümumiyyətlə, Qədir sözünün mənası da ölçü deməkdir, qədər sözündəndir. Yəni, insanın bir illik əməlləri, belə deyək də, əcəli, ruzisi bu gecə bəlli olur. Bu gecə onun ölçüsü, qədəri bu gecə müəyyən olunur ki, ona görə də bu gecəyə Qədir gecəsi deyilir. Və Quran buyurur ki, İnna ənzəlnahu fi leylətil mübarəkə. Bu gecə mübarək bir gecədir. Biz onu mübarək bir gecədə nazil etdik. Sonraki ayədə buyurur ki, fiha yufraqu kulli əmrin həkim.
həmin gecə hər bir hikmətli, möhkəm iş ayrılıb həll olar. Burada ayrılma nə deməkdir? Ayrılma o deməkdir ki, yəni hər bir insanın ruzisi, əcəli, aqibəti bu gecə müəyyən olunur, bu gecə yazılır və artıq mühürlənir və tək-tək, yəni tək-tək ayrılır, tək-tək hesablanır və kitaba daxil olur. Və İmam Baqir əleyhissalamdan hədisdə buyurulur ki, deyir, Qədir gecəsi bir ilin işləri, həyat, ölüm, ruzi və bədbəxtlik müəyyən edilir. Buradan da anlayırıq ki, deməli, həqiqətən də insanın bir illik müqəddəratı bu gecə həll olunur və insanın həyatı, bir il ərzində insanın başına gələcək işlər, ölümü belə, yəni bu gecə müəyyən olur. Bu insan gələn ilə yaşayacaqmı, çıxacaqmı, yoxsa artıq bunun üçün sondurmu bu il? Ruzisi və bədbəxtliyi deyir, bu il müəyyən olunur. Amma burada onu da qeyd etmək lazımdır ki, çox mühüm bir məsələni qeyd etməliyik ki, bu gecə bəli, bizim müqəddəratımız həll olur. Amma biz burada seyirci deyilik. Biz burada bu gecəyə müdaxilə etmək üçün bizə icazə verilibdir. Biri var ki, bizə deyirlər ki, bu gecə Qədir gecəsidir. Siz də kənardan dayanırsınız və baxırsınız ki, sizin müqəddəratınız həll olur. Amma bizə deyilib ki, bu gecə siz öz müqəddəratınıza müdaxilə edə bilərsiniz. Bu gecə nələrisə dəyişə bilərsiniz. Bu gecə tövbə etməklə, istiğfar etməklə, dua etməklə siz çox şey edə bilərsiniz. O müqəddəratın yazılmasında birbaşa sizin fəaliyyətiniz, rolunuz var. Bəli, bu gecə əgər təqdir gecəsidirsə, deməli, qıraqdan, kənardan seyirci kimi qalmayacaq. Bu gecənin əməllərinə diqqət edəcəyik inşallah. Qədir gecəsi tarixi niyə bəşəriyyətdən gizli qalıb? Biz axı 3 gecənin birini Qədir gecəsi zənn edib və o gecələr əməllər edərik. 3 gecənin də Qədir gecəsi bilib əməllər edərik ki, bu əməllərin də hər birinin başqa-başqa yeri var. Bir gecə Qədir gecəsində müəyyən ibadət, digər Qədir gecəsində Qurandan bir hissə, 3-cü Qədir gecəsində sanki dua dolu keçiririk. Hər biri sanki bir-birindən fərqlənir gecələri. Elə isə Qədir gecəsi niyə gizli saxlanır? Məxsusən Quranda qeyd olunur ki, məsələn ki, Ramazan ayının 19-cu gecəsi Qədir gecəsidir. Hansı gecələrdən biri Qədir gecəsinə aiddir? Buyurun. Bu da çox mühüm sualdır və möminlərin çox vaxtı verdikləri sualdır ki, görəsən hansı gecədir Qədir gecəsi. Əsasən biz bilirik ki, 19-cu gecə, 21-ci gecə və 23-cü gecə biz əhya saxlayırıq və Qədir gecəsi qeyd edirik. Və hədislərdən də belə anlaşılıb, daha çox ehtimal olunub ki, belə ehtimal ediblər ki, Peyğəmbərdən gələn bir hədis əsasən ki, 23-cü gecə Qədir gecəsidir, böyük ehtimalla. Çünki Peyğəmbərdən bir hədis nəql olunur ki, bir dəfə sahabelərdən biri, bir kişi Peyğəmbərin məscidə gəlir, Peyğəmbərdən soruşur ki, ya Rəsulullah, mən 3 gecənin 3-ünü də məscidə gəlmə imkanım yoxdur. Siz mənə bir gecə deyin ki, mən o gecəni gəlim məscidə, ibadətlə məşğul olum. Peyğəmbər sahabelərə demir, amma o kişinin qulağına deyir, bir pıçıltı ilə bir söz deyir ki, sahabelər kənardan hər il fikir verirlər ki, bu kişi Qədir gecəsinin 23-cü gecəsi gəlir məscidə. Bununla da belə ehtimal olunur, böyük ehtimal edirlər ki, deməli Qədir gecəsi 23-cü gecədir. Amma burası da var ki, bizim imamlardan, İmam Sadiq əleyhissalamdan hədisdə nəql olunur ki, bu gecənin hər üçü çox mühümdür. Yəni, belə deyil ki, 23-cü gecədir. Bu gecənin üçü də birlikdə, kompleks şəkildə bunu təşkil edir Qədir gecəsi. Yəni, üçü də çox mühümdür. Çünki hədisdə İmam Sadiq əleyhissalam buyurur ki, 19-cu gecə ilahi mərtəbədə qərarlar hazırlanır, təqdirlər yazılır. 21-ci gecə yazılmış qərarlar dəqiqləşir və mütləqləşir. 23-cü gecə isə artıq hökm verilir və imzalanır. Buradan da görürük ki, bəli, 23-cü gecə imzalanır, amma nə imzalanır? Gərək ki, yazıla və dəqiqləşək. Bunun üçün deməli, bunun üçü də kompleks şəkildədir. Biz üçündə də biz öz müqəddəratımızın təyini üçün əməllər edərək, üçündə də o zaman biz fayda götürə bilərik. Buna görə də deməli, biz imamlardan gələn hədisə görə deyə bilmərik ki, mütləq bir gecəni əsas götürək. Yox, üçü də çox mühümdür. Bu yerdə bunu da qeyd eləmək istəyirəm ki, bu gecə imamətlə bağlı gecədir. Həm də Allahın höccətinə xüsusi diqqət yetirilməli gecədir. İmam Baqir əleyhissalamdan soruşurlar ki, siz Qədir gecəsində hansı günü olduğunu hardan bilirsiniz? İmamdan soruşurlar. İmam cavab verir ki, necə bilməyə bilərəm ki, həmin gecə ruh və mələklər bizə nazil olur.
müqəddəratları biz imzalayırıq. Deməli, buradan da anlayırıq ki, bu gecə ruh və mələklər Peyğəmbərə ki, nazil oldu, Peyğəmbərin zamanında, Peyğəmbərdən sonra isə ilahi höccəti, Allahın höccətinə, imama nazil olur. Və bu gecə imamətlə bağlı gecədir həm də. Eləsə, onda bu çıxışı etmək olar ki, necə ki, Peyğəmbərin dövründə Peyğəmbərə nazil olan ki, təqdirlərimiz var idi. Peyğəmbərdən sonra İmam Əli əleyhissalama, İmam Həsən, İmam Hüseyn əleyhissalama. Amma indi isə öz dövrümüzün imamına, İmam Zaman Əvvəlcələ Fərcəğə Müşərifə nazil olur. Bəli, bəli. Bu gecə İmam Zamana nazil olur ruh və mələklər. Buna görə də bizə deyirlər ki, bu gecə əməllərindən biri də imama diqqət eləməkdir, imam üçün dua eləməkdir, imamın zuhuru üçün dua eləmək, imam üçün imama təvəssül eləməkdir. Yəni imama diqqətli olmaqdır bu gecə. Çünki bizim bütün əməllərimiz onun vasitəsilə, onun əli ilə bizə gəlir və onun imzalamağı ilə. Ayədə də buyurulduğu kimi tənəzzəl mələkətə və ruh və mələklər yerə niyə enir? Yerə enir, kimə enir? Kimə nazil olur yerə? Peyğəmbərin zamanında dediyimiz kimi Peyğəmbərdən sonra isə ilahi höccət kimdirsə ona nazil olur. Həzrət Əli əleyhissalamdan hədisdə var ki, Həzrət Əli əleyhissalam İbn Abbas nəql edir. Deyir, Həzrət Əli əleyhissalam İbn Abbasa buyurur ki, Qədr gecəsi hər il olur və o gecə elmi bir proqram, ilahi bir sistem yer üzünə nazil olur. Peyğəmbərdən sonra isə qiyamətə qədər bu iş davam edəcəkdir. Peyğəmbərdən sonra elə şəxslər vardır ki, indi bu proqram, bu sistem onların ixtiyarındadır. İbn Abbas soruşur ki, ya Əmir-əl-Möminin, bunlar kimlərdir, bu kəslər kimlərdir? Əleyhissalam buyurur ki, Peyğəmbərdən sonra bu ilahi sistem mən və mənim nəslim 11 nəslimdən olan 11 imamın, övladımın ixtiyarındadır. Deməli, buradan da anlayırıq ki, deməli, bu gecə, bəli, Quran nazil olan gecədir. Bizim təqdirimiz təyin olunan gecədir, həm də imamətlə bağlı bir gecədir. Bizim təqdirimiz təyin olunursa, bu imamın əli ilə, imamın vasitəsi ilə həll olunur. Buna görə də biz dediyimiz kimi, imama diqqətli olmalıyıq və bunu da qeyd eləmək istəyirəm ki, bildiyimiz kimi bu gecə Həzrət Əleyhissalamın zərbətləndiyi gecədir və 21-ci gecə isə Həzrət Əleyhissalamın şəhadət gecəsidir. Və 23-cü gecəsi də Qədr gecəsi olaraq deyilir. Və gördüyümüz kimi hər üçündə biz görürük ki, birinci gecə Həzrət Əleyhissalamın zərbətləndiyi və ikinci gecə şəhadət gecəsi. Sanki burada da Allahın bir xüsusi inayət, xüsusi bir iradəsi var bu gecələrdə belə bir hadisənin başı. Sanki bu bir təsadüf deyil. Yəni təsadüfən baş vermiş bir hadisə deyil ki, Həzrət Əlinin şəhadəti bu gecələrə təsadüflə düşür. Yox, görürük ki, sanki Allah öz vəlisi vasitəsilə bizim bu gecə bizim köməyimizə gəlir, sanki bizim əlimizdən tutmağa gəlir. Çünki insan üçün bəzən belə deyək də, Allah mücərrəd bir varlıqdır. Buna görə də Allaha birbaşa yönəlmək insan üçün biraz çətin ola bilər. Buna görə də sanki Allah öz vəlisinin vasitəsilə, vəlisinin köməkliyi ilə bizim yardımımıza gəlir. Biz Həzrət Əleyhissalamı yad edərək, ona diqqət edərək sanki Allaha yaxınlaşırıq. Allaha onun vasitəsilə. Bəli, onun vasitəsilə Allaha yaxınlaşırıq. Buna görə də bu gecə Həzrət Əlinin şəhadət gecəsi olmağı da bu təsadüfi bir hadisə deyil ki, görürük ki, deməli Allah bizi öz vəlisi vasitəsilə bizim köməyimizə gəlir. Mən Jalə xanım vurguladığınız hər nüanslara diqqətlə qulaq asanda tək o qənaətə gəlmək olmadı ki, bu gecə sırf ilə Qədr gecəsində kənardan duraq baxaq. Demək ki, əməllərimiz, vasitəçi qərar verdiyimiz çox xırdalıqlar olunan bir yerlər də var ki, inşallah izləyicilərimiz mütləq əldə etsinlər və həmin gecələrdə olunan əməllərə də çox diqqət etmək lazımdır dedikdə. Məsələn, əməllərdən birini vurguladınız ki, İmam Əli əleyhissalamın bu gecə zərbətləndiyi gecədirsə, o zaman bu gecənin də zikri vardı ki, Allahümmə lən qətələt Əmir-əl-Möminin əleyhissalam. Başqa nə əməllər var ki, izləyicilərimiz bu gecə onlardan istifadə etsinlər? Hər üç gecəyə də şamil olsun. Bəli, vurguladığımız kimi bu gecənin əməllərindən biri də Həzrət Əlinin qatillərinə lənət oxumaqdır. Digəri yenə də Allahın höccəti ilə bağlı olaraq salavat deməkdir Peyğəmbər və Əhl-i Beytinə. Və bu gecənin ən mühüm əməllərindən biri də budur ki, bu gecə belə deyək də əsasən oyaq qalmaq
tövsiyə olunub ki, bu gecə əhya saxlamaq tövsiyə olunub. Əhya saxlamaq, yəni əhya sözü həyat sözündəndir, dirilik mənasındadır, yəni oyaq olmaq mənasındadır. Oyaq olmaq, yəni insan bu gecə oyaq olmalıdır və müəyyən əməllər yerinə yetirməlidir. Buradakı oyaqlıq da yəni sanki bu mənadadır ki, insanın düşünün ki, müqəddəratı həll olur. Bir illik taleyi həll olur. Necə ola bilər ki, insan bunun həqiqətini dərk etsə, necə onun gözünə yuxu girə bilər ki? Yəni, düşünün, biz bunun həqiqətinə varid ola bilmədiyimiz üçün, mərifətimiz az olduğuna görə əslində bizi yatmaq, yəni bizə belə deyək, yatmaq halı bizə baş verə bilər. Amma insan bunun həqiqətini dərk etsə, o qədər mərifəti olsa, ümumiyyətlə insanın yuxu gözünə getməməlidir ki, bu gecə mənim üçün nə qədər mühüm bir gecədir ki, mənim müqəddəratım, bir illik müqəddəratım bu gecə həll olur, təyin olunur. Və bu gecənin əməllərindən ən mühümlərinin biri də istiğfardır. Tövbə etməkdir, bağışlanmaq diləməkdir, ən çox tövsiyə olunan əməllərindən biri də. Çünki bu gecə insan təkamül etməyi üçün əvvəlcə peşman olmalıdır günahlardan. Günahlardan peşman olmalıdır ki, o kəmala doğru hərəkət edə bilsin, Allaha doğru təkamül edə bilsin. Ona görə də ən çox tövsiyə olan əməli istiğfar etməkdir ki, insan günahlarından istiğfar edir. Düşünün ki, bir şkala kimi düşünün ki, insan o şkalada savab əməllər işlədikcə, o məsələn sıfırdan qalxır, 1, 10, 100, yuxarı qalxa gedir insan savablar işlədikcə, təkamül edir, yuxarıya doğru qalxır. Amma insan günah etdiyi zaman mənfiyə düşür o şkalada, aşağıya düşür. Ona görə də insan ilk əvvəl neynəməlidir? İlk əvvəl o şkalanı sıfır nöqtəsinə gətirməlidir ki, sonra təkamül edə bilsin yuxarıya doğru. Buna görə də ilk əvvəl edəcəyimiz şey peşman olub tövbə etməkdir, istiğfar etməkdir ki, tövsiyə olunan çox tövsiyə olunan əməllərindən biri də dediyimiz kimi tövbədir. Və sonra bu gecənin əməllərindən var ki, namaz qılmağı ki, var. Deyilir ki, bu gecə o həmin namazı insan qılsa, atasının, anasının və öz günahları bağışlanır, başını səccədən qaldıran kimi. Və bu gecənin nə qədər mühüm olduğunu bizə anladan bir hədis də var. Həzrət Peyğəmbər sallallahu Həzrət Musadan nəql eləyir hədisi ki, Həzrət Musa əleyhissalam Allahdan soruşur ki, İlahi, sənə yaxınlaşmaq istəyirəm. Mənə yol göstər. Allah Taala buyurur ki, Qədr gecəsi oyaq qalsan, mənə yaxınlaşarsan. Gördüyümüz kimi Allah da birinci vurğuladığı şey oyaq qalmaqdır. Deyir, bu gecə oyaq qalsan, mənə yaxınlaşarsan. Sonra Həzrət Musa əleyhissalam buyurur ki, İlahi, sənin rəhmətini istəyirəm. Allah Mütəal buyurur ki, mənim rəhmətim Qədr gecəsi zəif olanlara, miskin olanlara kömək etməkdədir. Onlara rəhm etməkdədir. Bu da görürük ki, Allahın tövsiyə elədiyi əməllərdən. Sonra deyir ki, İlahi, sıratdan rahat keçmək istəyirəm, tez keçmək istəyirəm. Allah Mütəal buyurur ki, Qədr gecəsinin sədəqəsi sıratdan tez keçməyə səbəb olar. Sədəqə vermək də bizə tövsiyə olunur ki, bu gecə sədəqə verilsin mütləq. Sonra Həzrət Musa əleyhissalam soruşur ki, Allahın behişt ağaclarını və meyvələrini istəyirəm. Allah buyurur ki, Qədr gecəsini zikr demək, təsbih demək insanın o şeylərə qismət olmasını nəsib olar insana, onlar əldə edə bilər. Bununla da görürük ki, Allahın tövsiyələri ilə birbaşa görürük ki, bu gecə hansı əməlləri etmək tövsiyə olunur. Həmçinin siz dediyiniz kimi, vurğuladığınız kimi bu gecə Həzrət Əleyhissalamı zikr etmək, onun qatillərinə lənət oxumağın yəni bu gecənin əməllərindən biridir. Bildiyimiz kimi Həzrət Əleyhissalamın haqqında Peyğəmbər buyurur ki, zikr əliyin ibadət, əliyini zikr etmək ibadətdir. Burada bunu biraz açıqlamaq istəyirəm. Biraz çox vaxt alsa da üzrlü bilərsiniz. Həzrət Əleyhissalamı zikr etmək ibadətdir. Bu nə deməkdir? Nə anlama gəlir? Peyğəmbər buyurur. Deməli, ibadət nədir? Əvvəl ona baxmalıyıq ki, ibadət nədir? Baxırıq ki, ibadət insanın, belə deyək də, insanı təkamülə aparan əməllər. Yəni, o şeylərə ibadət deyilir ki, o şeylər ruhu böyüdə bilir, ruhu təkamül etdirə bilir. Və zikr nədir? Zikr yada salmaqdır, yad etməkdir. Deməli, insan
kimi yad etdiyi zaman hədis buyurur ki, Həzrət Əlini əlinizi zikr ibadət, əlini yad etmək ibadətdir. Deməli, Həzrət Əlini yad etmək insanın təkamülünə səbəb olur. Və burada niyə Həzrət Əlini soruşa bilərlər ki, bu nə əsasla deyirsiniz? Deməli, biz bildiyimiz kimi insan kamal aşiqidir. Allah isə mütləq kamalın özüdür. İnsan Allahı zikr etdiyi zaman belə deyim də, məsələn, Subhanallah dediyi zaman, La ilahe illallah dediyi zaman insan zikr edir, Allahı yad edir. Allahı yad etdiyi zaman təkamül edir. Təkamül yəni kamala doğru hərəkət deməkdir. Təkamül sözü bu deməkdir. Və Allah da mütləq kamalın özüdür deyə insan Allahı yad etdiyi zaman, Subhanallah dediyi zaman təkamül edib hərəkət edir Allaha tərəf, kamala tərəf. İnsan zaten fitrətən kamala meyilli bir varlıqdır. Fitrət etibarilə kamala doğru hərəkətdədir. Ümumiyyətlə insanın bir fitrəti var, bir də nəfsi var. İnsan kamalı zikr eləyəndə, kamalı yad eləyəndə kamala tərəf fitrəti meyl edir. Amma insanın nəfs tərəfi də var axı. İnsan da dünyayı zikr eləyəndə, dünyanı yada salanda insan nə edir? Tənəzzül edir dünyaya tərəf. Ona görə bizə deyirlər ki, günah barədə düşünməyin. Çünki düşünmək yad eləməkdir. Düşünmək zikr eləməkdir və yada salmaqdır. Biz günah barədə düşündüyümüz zaman ona doğru sürüklənirik. Yəni insanın içində bir mexanizm var ki, ona doğru sürüklənmə baş verir və artıq sən günaha tərəf hərəkət edirsən. Gedib o günahı eləyir, insan avtomatik olaraq o sürüklənmə baş verir deyə zikr etdiyi zaman, yada saldığı zaman gedib o günahı eləyir və tənəzzül eləyir. Və buradan da anlayırıq ki, deməli insan nəyi zikr eləyirsə ona doğru meyillənmə baş verir onda. Və insan Allahı da zikr etdiyi zaman Allaha doğru təkamül eləyir. Və Allah bizə buyurur ki, yerin göyün yaradılışı haqqında bu ayədə buyurulur ki, düşünərlər. Və düşündükdən sonra deyərlər ki, Subhanallah, sən nə gözəl yaratmısan. Burada da anlayırıq ki, deməli, yerin göyün yaradılışında deyir Allahın ağıl sahibləri üçün nişanələr vardır. Yerin göyün yaradılışında niyə ağıl sahibləri üçün nişanələr var? Çünki insan aləmdə Allahdan nişanə, ümumiyyətlə aləmdə aləm Allahın ayətləridir, aləmdə Allahdan nişanələr vardır. İnsan düşünün ki, yeri, göyü, dağı, daşı düşündüyü zaman sonunda gəlib nə deyir? O, yəni Allahı tapır. Deyir ki, ilahi, Subhanallah deyir, sən nə gözəl yaratmısan. İnsan bunları, dağı, daşı düşündüyü zaman Allahı tapırsa, əgər düşünün ki, hədisdə deyilir ki, Əhl-i Beyt Ayətullahul Əkbərdir. Yəni Allahın ən böyük nişanəsidir. Ümumiyyətlə insan haqqında deyilir ki, yəni insan düşünün ki, daşdan, torpaqdan əlbəttə ki, üstün bir varlıqdır insan. Yəni insan o daşın, torpaqdan yaradılışı üstün bir varlıqdır. İnsan daşın, torpaq haqqında düşündüyü zaman insan Allahı tapırsa və deyirsə ki, ilahi, Allaha tərəf hərəkət edir, təkamül edirsə, bu zaman insan ən böyük nişanə olan Əhl-i Beyt haqqında, Ayətullahul Əkbər deyilir, Əhl-i Beyt haqqında Allahın ən böyük nişanəsi. O zaman insan Əhl-i Beyti düşündüyü zaman, onu zikr etdiyi zaman əlbəttə ki, kamala doğru hərəkət edir, yəni təkamül edir. Buna görə də Həzrət Əli əleyhissalamı indi buradan gəlib biz sanki dəlilləndiririk ki, Həzrət Əlini zikr eləmək, Peyğəmbərin bu hədisi ki, Peyğəmbər buyurur, zikrəliyün ibadət. Deməli, Həzrət Əlini zikr etmək insanın kamalına səbəb olur, insanın təkamülünə Allaha tərəf aparan yoldur deyə bizə deyilir ki, əlini zikr edin. Ona görə ibadətdir ki, bizim təkamülümüzə səbəb olur. Buradan da görürük ki, deməli, bu gecənin əməllərindən ki, dedik, Həzrət Əli əleyhissalamı yad etmək, Əhl-i Beyti yad etmək bizim üçün tövsiyə olunur. Deməli, bu bizim təkamülümüzə səbəb olacaq deyə bu tövsiyə olunur. Və bayaq da vurğuladığımız kimi bu gecələr Həzrət Əli əleyhissalamın şəhadət gecəsinin bu gecələrə təsadüf etməsi dediyimiz kimi təsadüf deyil. Bu da həmən məntiqdən irəli gəlir ki, deməli Allah bizim sanki yardımımıza gəlir, köməyimizə gəlir ki, bu çətin bir prosesdir və insan üçün mücərrəd Allaha tərəf getmək çətindir deyə Allah sanki öz vəlisi ilə bizim köməyimizə gəlir. Köməyimizə gəlir ki, bizi daha yuxarı mərtəbələrə aparsın, bizim təkamülümüzə səbəb olsun. Bu gecə dediyimiz kimi də mühüm bir gecədir və bu gecə biz tək başımıza gedə bilmərik bu yolu. Mütləq ilahi höccət bizə kömək eləyir, bizə lazımdır və dediyimiz kimi dedik ki, imamətə diqqət olunmalıdır bu gecə, imamət gecəsidir həm də və Həzrət Əli ilə yanaşı İmam Zamanla diqqət olunmalıdır. Bu gecə İmam Zaman gecəsidir həm də. Çünki bizim dediyimiz bizim əməllərimiz, bəli, Həzrət Əli Allahın vəlisidir, amma bizim bu indiki halda bizim imam
imamımız, zamanəmizin höccəti İmam Zaman əleyhissalamdır və bizim əməllərimiz İmam Zaman əleyhissalam vasitəsilə bu gecə imzalanır, ona təqdim olunur. Ona görə də İmam Zamana xüsusi diqqət etməliyik və onun da qeybdə olduğunu unutmamalıyıq ki, İmam qeybdədir və onun üçün çoxlu dua etməliyik ki, İmamın zuhuru üçün. Bəli, Şarə xanım, o qədər xırda nüanslara toxuna gəldi. Bizim üçün xırda dediyimiz, amma əslində bu gecə ən böyük məqamlara nail olacaq bir zikirləri, bir duaları siz zikr etdiniz, söylədiniz. İnşallah bu gecə izləyicilərimizə də bir köməklik əgər etdiksə ki, nə xoş bizlərə. Sizlərə təşəkkür edirik. Dəvətimizi qəbul edib gəldiyiniz üçün. Çox sağ olun, mən də sizə təşəkkür edirəm dəvət etdiyiniz üçün. Bəli, əziz izləyicilər, gecənin bu vaxtında və mübarək ayın mübarək gecələrinə təsadüf edən verilişimizdə studiyamızın qonağı vurğuladı ki, bu gecənin xüsusi əməlləri də var ki, onlara ardıcılıqla diqqət etmək lazımdır. Heç birini əbəs yerə və təsadüfən deyilməyən bir zikirlər və ibadətlər qeyd olunur bu gecə. Bu gecələrin əməllərindən biri də Kumeyl duasıdır. O duadır ki, Həzrəti Əli əleyhissalam Kumeylə, səhabəsi Kumeylə öyrətmişdir. O dua əsli Həzrəti Xızır Peyğəmbərin duası olmuş bir duadır. Elə isə bu gecə Allah ibadət və itaətinizi ali dərəcədə qəbul eləsin. Bu gecə əməl dəftərinizə ən gözəl əməllər yazılsın. Bu gecə təqdiratınız həll olunanda, ömür səhifənizin bir illik təqdiratında Allahın ən böyük və ən gözəl bəyəndiyi əməllərdən olan Allahın evinin ziyarəti yazılsın. Kəbənin, Mədinənin ziyarəti yazılsın. Kərbəlanın, Məşədin, Nəcəfin ziyarəti yazılsın. Və ən əsası Allah hər birimizin qəlbindən keçən dualarını ən gözəl şəkildə, hər birimizə gözəl şəkildə də yaşamağı nəsib eləsin inşallah. Sizlərlə sağollaşırıq ki, gələn verilişimizdə bir daha salam deyək. Allahümmə la qətrətə əmirəl müminin.